Yeriyə bilmirdim. Buraya tək gəldim. Ömür boyu dua edəcəm mən. Knyaz bəyə biz toplam 7 əməliyyatı eyni seansda icra eləmişik. Hekayəsi nə idi Knyaz bəyin? Kənar bir xəstəxanadan, reanimasiyadan qəbul etdiyimiz bir xəstə idi. Nətəqətli bir yolu var. Pis vəziyyətdə. Allah Mahmud. Çətinləşdirən faktor isə mədədəki qanamaya səbəb olan törəmənin 11 santimlik böyük bir mədə yırtığından qarın boşluğunu keçib döş boşluğunda yerləşmək. Bugün Knyaz bəylə sizləri tanış eləmək istəyirəm. Əvvəla onu deyim ki, Knyaz bəy bizim digər xəstələrimizdən bizə daha əziz bir insandır. Çünki o şəhid atasıdır bizim üçün. Onun xüsusi bir anlamı var. Digər isə ona kompleks böyük bir əməliyyat icra eləmişik və əməliyyatdan bir neçə gün keçib artıq yeyir, içir, evə göndəriləcək bir mərhələyə gəlib. Biz toplam 7 əməliyyatı eyni seansda icra eləmişik. Hekayəsi nə idi Knyaz bəyin? Kənar bir xəstəxanadan, reanimasiyadan qəbul etdiyimiz bir xəstə idi. Mədəsindəki törəmə artıq çox ciddi dərəcədə hemoqlobini 6-ya qədər enəcək səviyyədə bir qanaması olduqdan sonra idi. Yəni sol tərəfdə ürəklə ağciyərin arasında yırtıqdan ora keçmiş bir mədə segmenti var idi ki, həmin mədənin içərisində mədə xərçəngi var idi və bu mədə xərçəngidə hemoqlobini 6-ya salacaq, xəstəni reanimasiyaya düşürəcək qədər ciddi bir qanamaya səbəb olmuşdu. Biz əməliyyatı aldıq və də hepatit fonunda da əmələ gəlmiş ciddi bir qaraciyər yetməzliyimiz də var idi. Biz əməliyyatı aldıq, əvvəlcə 11 santimlik mədə yırtığını əməliyyat əsnasında təmir etdik. Total qastektomiya, yəni mədənin tamamını götürdük. Qida borusunun distal özofajektomiya, son 5 santimlik segmentini götürdük. Hepatit fonunda qaraciyər yetməzliyini araşdırmaq üçün sirotik bir başlanğıcı var idi deyə qaraciyərdən biopsiya icra etdik. Mədənin ətrafındakı böyük pi toxumalarını da götürdük. Öd kisəsində daşı var idi deyə xolestektomiya, yəni öd kisəsinin xaric edilməsində həyata keçirdik. Eyni zamanda ətrafda olan bütün limfa düyünlərini də D2 limfa diseksiya vasitəsilə xaric etdik. Təxminən 6 saatlik bir bu Biz daha hamıza minnətlər. Mən Yoxsula şəhərində yattım 10 gün. Gəldim də hospitalda yattım. Məndə hərəkətim yox idi. Yeriyə bilmirdim. Buraya tək gəldim. Şofer nətəqətli bir yolu var. Pis vəziyyətdə. Allah Mahmud həkimin özü başda olmaqdır. Bütün müstəsiralarını, həkimlərinin hamısını razıyam. Ömür boyu dua edəcəm mənə. Mən nə deyə bildim? Necə bir müharibə qazisi kimi, şəhid atası kimi. Mən elə qulluq eləyirəm. Mən utanıram həzrətə.